Bugünkü telefon çeşitleri arasında orta segmentdə doğru qərar vermək hər kəs üçün asan deyil. Bəs gündəlik ehtiyacları qarşılayan, eyni zamanda uzun müddətli istifadəyə yararlı bir model tapmaq mümkündürmü? Bugün baxacağımız cihaz bu sualın cavabı ola bilər. Poco M7 Pro MediaTek Dimensity 7025 Ultra prosesoru ilə təchiz olunub. Bu prosesor 6 nanometr ölçüsündə və yüksək enerji səmərəliliyi təmin edir. Bu sayədə cihaz həm güclü performans göstərir, həm də batareyanı qənaətlə istifadə edir. Cihaz 5G şəbəkəsini dəstəkləyir. Yəni bu telefon daha sürətli internet bağlantısı və daha yaxşı şəbəkə əlaqəsi təklif edir. Bu da cihazın uzun müddət rahat istifadə olunmasına kömək edir. Telefonun ekranı 6.67 düymlük AMOLED texnologiyasından istifadə edir. Bu ekran istifadəçiyə canlı rənglər, yüksək kontrast və dərin qara tonları təqdim edir. Ekranın Full HD təsvir keyfiyyəti sayəsində görüntülər çox kəskin və aydın görünür. 120 Hz yenilənmə sürəti ekran üzərində hərəkətləri daha hamar və təbii hala gətirir ki, bu da xüsusilə oyunlarda və videolarda əhəmiyyətli üstünlükdür. Bundan əlavə ekran 2100 nitsə qədər parlaqlıq göstərə bilir ki, bu da günəş işığında rahat görünməni təmin edir. Ranlant IK sertifikatı sayəsində ekran göz yorğunluğunu azaldır. Bu da uzun müddət smartfondan istifadə edənlər üçün vacib xüsusiyyətdir. Poco M7 Pro'nun arxa kamerası 50 megapiksel Sony IMX366 sensorundan ibarətdir. Bu sensor gün işığında yüksək detal və rəng doymasına malik şəkillər çəkir. Kameranın yanında 2 megapiksel dərinlik sensoru var ki, portret çəkilişlərində fonu bulanıqlaşdırmaq üçün istifadə olunur. Ön kamera isə 20 megapiksellik yüksək keyfiyyətli video, zənglər və selfie çəkmək üçün kifayətdir. Kamera proqram təminatı geniş rejimlər və müxtəlif effektlərlə təchiz olunub. Amma zəif işıqda çəkilişlərin keyfiyyəti orta səviyyədə qalır. Burada digər daha bahalı modellərlə müqayisədə fərq hiss olunur. Poco M7 Pro əməliyyat sistemi olaraq Android 13 ilə gəlir və üzərində Xiaomi'nin öz interfeysi MIUI 14 işləyir. Bu interfeys öz sadəliyi, funksionallığı və optimizasiyası ilə tanınır. Xiaomi cihazlara 3 il əsas əməliyyat sistemi yeniləməsi və 5 il təhlükəsizlik yeniləmələri təqdim edir ki, bu da Poco M7 Pro'nun uzun müddət təhlükəsiz və yeni qalmasını təmin edir. Bu proqram təminatı dəstəyi xüsusilə orta səviyyəli cihazlar arasında üstünlük sayılır. Poco M7 Pro IP64 sertifikatı ilə təchiz olunub. Bu sertifikatın ilk rəqəmi 6 cihazın toza qarşı tam qorunduğunu bildirir. Yəni telefonun iç hissələrinə toz girməsinin qarşısı tamamilə alınır. İkinci rəqəm isə 4 cihazın su sıçramalarına qarşı dayanıqlı olduğunu göstərir. Bu o deməkdir ki, telefon üstünə su töküldükdə və ya yüngül yağış altında istifadə edildikdə zərər görməməlidir. Lakin qeyd etmək lazımdır ki, IP64 suya tam müqavimət demək deyil. Yəni bu cihazı suya salmaq və ya su altında istifadə etmək olmaz. Bu sertifikat daha çox gündəlik hallarda, məsələn, damcı yağış və ya təsadüfi sıçramalara qarşı cihazın qorunduğunu göstərir. Qısacası, Poco M7 Pro gündəlik istifadə zamanı həm tozlu mühitlərdə, həm də yüngülnəm şəraitində etibarlı işləməsi üçün müəyyən səviyyədə qorunmaya sahibdir. Bu da orta büdcəli telefonlar arasında vacib və praktiki bir üstünlükdür. Telefon həm 6 GB RAM və 128 GB, həm də 8 GB RAM və 256 GB daxili yaddaş variantları ilə təqdim olunur. Eyni zamanda yaddaş kartı ilə genişləndirmə imkanı mövcuddur. Cihaz 3 fərqli rəngdə satışdadır. Onlar alivə və pörp. Bu da istifadəçilərə seçim etmək üçün əlavə rahatlıq verir. Poco M7 Pro'nun qiyməti orta səviyyədədir və öz xüsusiyyətləri ilə rəqabətə davamlıdır. Cihaz yüksək keyfiyyətli ekranı, güclü prosesoru, 5G dəstəyi və böyük batareyası ilə orta səviyyə smartfon bazarında uğurlu seçimdir. Telefon həm gündəlik tapşırıqları problemsiz yerinə yetirir, həm də oyun və multimedia üçün yetərli gücə sahibdir. Kamera sistemi əsasən yaxşı işıqlandırmada daha effektiv işləyir, zəif işıqda isə bəzi çatışmazlıqlar müşahidə oluna bilər. Ümumilikdə Poco M7 Pro yaxşı qiymətə güclü xüsusiyyətlər təqdim edən uzun müddətli istifadə üçün əlverişli və etibarlı bir smartfondur. Əgər sən orta büdcəyə sahib, lakin 5G dəstəyi və keyfiyyətli ekran axtarırsansa, Poco M7 Pro sənin üçün yaxşı seçim ola bilər. Videonu bəyəndinizsə like edib, texnologiya yeniliklərindən xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın. Fikirlərinizi şərhlərdə bölüşə bilərsiniz. Növbəti videoda görüşənədək hələlik.